Salam əzizləyicilər, xoş gördük hər-birinizi. Mən Ağabəyli İsaməddin. Bu gün sizə sürət məsələlərinin birinci hissəsindən, giriş hissəsindən bəzi suallar izah edəcəm. Təbii ki, bu suallarımızın davamı gələcək. Sürət məsələlərini biz müxtəlif videolar içərisində, müxtəlif formada öyrənmiş olacağıq. İlk başlanğıcı belə vermək istədim. Sürəti 60 km/saat olan maşın 2 saat 30 dəqiqə ərzində neçə kilometr yol gedər? Biz bu sual üzərində gələcəkdə bizə lazım olacaq çətin sualların həlli üçün bəzi qaydalar öyrənəcəyik. Burada iki yolunuz var. Birinci yolunuz onluq kəsiri bilirsinizmi? Bilirsinizsə həmin yol, bilmirsinizsə tənasüb yolu. Məsləhətim odur ki, iki yolun ikisini də öyrənin. Onluq kəsir yolu nədir? Biz bilirik ki, S bərabərdir VT düsturudur. Yəni sürəti zamana vuracam. Sürətimiz 60, zamanımız 2 saat 30 dəqiqə. Baxın, buradakı bu 30 dəqiqə bizə mane olur ki, biz bu 60-ı 2:30-a vuraq. Yəni əgər ancaq saat olsaydı burada rahatlıqla vurardıq. Məsələn 3 saat, 5 saat, 10 saat nəsə olsaydı 60-ı vurardım o ədədə. Amma burada həm saat, həm dəqiqə var deyə mən bunu məcburam saata çeviririm. Yəni saat formasına gətirim. 30 dəqiqəni saata çevirmək istəyirsə, kalkulyatorla 30-u bölürsüz 60-a. Yəni 1 saat 60 dəqiqə olduğuna görə bölürəm. Deməli bu 2 saat və bir də 0.5. Yəni bu 2.5 saat deməkdir. Deməli 60 bizim sürətimiz, 2.5 də bizim zamanımız. 60-ı vuracam 2.5-ə, eləyəcək 150 kilometr. Təbii ki, hələ ki onluq kəsiri öyrənməyən müdavimlər ola bilər. Onlar üçün də bir tənasüb üsulumuz var və tənasüb üsulu bəzi suallarda sizə daha çox kömək olacaq. Çünki həmişə burada 30 dəqiqə olmayacaq. Yəni birazdan 17 dəqiqə ola bilər və s. ola bilər. Kəsirlərlə işləmək problemi olanlar bu dediyim ikinci üsula baxsınlar. Nədir ikinci üsul? 60 km/saatı tənasübünə belə yazırıq. 1 saata 60 kilometr yol gedir. Əgər 1 saata 60 kilometr yol gedirsə, bəs görəsən bizim bu maşın 2 saat 30 dəqiqəyə nə qədər yol gedər? X. Və vahidlərə eyniləşdirməliyəm. 1 saatı dəqiqəyə çevirirəm, 60 dəqiqə. 2 saat 30 dəqiqəni də dəqiqəyə çevirirəm. Bilirsiniz də 1 saatımız 60-sa 2 saatımız 120, 30 dəqiqə də var, 150 dəqiqə. Elə bilin ki, yuxarıdakı misalda zamanı saata çevirib hesabladım. Aşağıdakı misalda zamanı dəqiqəyə çevirib hesabladım. Yəni qeyri-adi dəyişən bir şey yoxdur. Çarpaz vuram, 60 vur x, baxın 60x-a vurdum, bərabərdir 60 vur 150. X də bərabərdir 60-ı 150-yə vurub 60-a böləcəm. Yəni bunu 60-a böldüm. Buradan da vurub böləndə ixtisar gedir 150 kilometr. Yəni hansı yolla yazırsınız yazın. Hər iki yol doğrudur. Hər iki yolda cavab 150 alınacaq. İkinci sualımız. Sürəti 45 olan maşın 4 saat 48 dəqiqəyə nə qədər yol gedər? Bayaqki üsuldan yenə istifadə edəcəyik. Bu arada əlaqə nömrələrimizi xatırladaq. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq bizim həm ödənişli, həm ödənişsiz bütün dərslərimizdən yararlana bilərsiniz. Həmçinin bu sual tipləri və bundan da artığını işləmək istəyirsə, FES-in riyaziyyat kitabını olduğunuz, yaxınlıqda olduğunuz bütün kitab mağazalarından əldə edə bilərsiniz. Birinci üsul 45 vurulsun. 48 dəqiqəni görüm çevirə bilirəmmi? 48-i böləcəm 60-a. Neynədir? 0.8 elədir. Yəni 4.8. 4 saat və 0.8 olduğuna görə 4.8 bərabərdir. 45 vurulsun 4.8. 216 kilometr. Yenə deyirəm, bu onluq kəsiri hələ bilməyənlər üçün ikinci üsul daha əlverişli sayılır. 1 saata, elə də belə də iki üsulun ikisi də sizə suallarda lazım olacaq gələcəyinə. 1 saata 45 kilometr gedirsə, 4 saat 48 dəqiqəyə nə qədər gedər? 1 saatımız 60 dəqiqə. 60 dəqiqə 45 isə bəs 4 saat 48 dəqiqəyə nə qədərdir? 4-ü 60-a vururam, üzərinə 48-i gəlirəm. 288 dəqiqəyə də x-dir. Çarpaz bir-birinə vuracam. 60 vur x bərabərdir. 45 vurulsun 288. X də bərabərdir. 45-i 288-ə vurub 60-a böləcəm. X də bərabərdir. 45 vur 288 böl 60. Neçədir? 216 eləmiş oldu. Yəni nə edirsə eləyin, cavab dəyişmir. Üçüncü sualımız. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə olun ki, sürət məsələlərini bu şəkildə seriyalı formada öyrənin və növbəti dərsdə sürət məsələlərinin yeni suallarını görə biləsiniz. Maşın 30 dəqiqəyə 63 km yol gedirsə, 3 saat 30 dəqiqəyə neçə kilometr yol gedər? Burada ya maşının 1 saatda getdiyi yolu tapıb sürətini taparsan, sonra 3 saat 30 dəqiqəyə vurarsan, ya da birbaşa tənasüb qurarsan. Nədir birbaşa tənasüb? 30 dəqiqəyə əgər 63 kilometr gedirsə, verib də şərtdə. Bəs 3 saat
30 dəqiqəyə nə qədər gedər? Və yaxud da 3 saat 30 dəqiqənin içərisində neçədən 30 dəqiqə var? Bunu görə bilirsənsə, yəni üsullar çoxdur. Bütün yollarla bu sualın cavabını tapa bilərsən. 30 dəqiqə ilə dəqiqə formasındadır. Gəlin 3 saat 30 dəqiqəni də dəqiqəyə çevirək. 1 saatımız 60 dəqiqədir. 60-ı vurdum 3-ə. Üzərinə 30-u gəldim. 210 dəqiqə də x-dir. Çarpaz vuracağım. 30 vur x bərabərdir. 63 vur 210. X-imiz də bərabərdir. 63-ü 210-a vurub 30-a böləcəm. 63 vurulsun 210 bölünsün 30. 441 kilometr. Gözümüzdən qaçan bir şey yoxdur. Bir daha baxaq. Deməli, burada 3 saat 30 dəqiqə var idi. 180 üstəgəl 30. 210 dəqiqədir. Əla. 210-u vuracam 63-ə. Böləcəm 30-a. 441. Yəqin ki, burada variantlarda 441 olmalıdır biri. Düşməyib. Bir daha deyirəm, başqa üsulla da yazsaz, yenə deyirəm, 30 dəqiqəyə 63 isə bəs 1 saata nə qədərdir? Yəni 30 dəqiqə 1 saatın yarısıdırsa, 63-ü 2-yə vuraram. Yəni bunun sürəti 126-dır. 126-nı da 3,5-ə vuracam. 126 vur, 3,5. Yəni neynəsə də cavabımız, gəlin B yazaq, 441 kilometrə bərabər. Siz bu üsulla bütün bu tipli sual tiplərini hamısını rahatlıqla yazıb hesablaya bilərsiniz. Dördüncü sualımıza baxaq bir yerdə. 1 saat 36 dəqiqə 240 km yol gedən maşının sürətini tapın. Yadınızda saxlayın, sürəti tapmaq üçün gedilən yolu zamana bölmək lazımdır. Birinci üsul budur. 240 kilometri 240 kilometr gedilən yolu böləcəm 1 saat 36 dəqiqəyə. Amma bunu saatla yazmalıyam. Yəni sən kalkulyatoruna 36-nı 60-a bölməlisən. 0,6. Burada da 1 var. 1,6 olduğunu görməlisən. Bu onluq kəsir yoldur. 240 bölünsün 1,6. Cavab 150-dir. E variantı. Və ya müəllim, mən onluq kəsiri hələ bilmirəm. Canın sağ olsun. Sən tənasübü öyrənmirsən axı. Tənasüb bildiyin bir şeydir. Nədir bildiyin bir şey? Yaz ora ki, bu maşın 1 saata 36 dəqiqə yol gedirsə, 240 kilometr yol gedirsə, bəs bu 1 saata neçə kilometr gedər? Yəni sadəcə 1 saatı tap. Yadında saxla, sürəti tapmaq istəyirsənsə, kilometr böl saatla olan sürəti 1 saata nə qədər yol getdiyini tapmalısan. Bunu qayda kimi qeyd elə. Çarpaz vurmazdan əvvəl dəqiqəyə çevirək. 1 saatımız neçə dəqiqədir? 60 dəqiqədir. Yazdım 60. 1 saat 36 dəqiqəmiz nə qədərdir? 96 dəqiqədir. Çarpaz vuram. 96 vur x bərabərdir. 240 vurulsun 60. X də bərabərdir. 240-ı vururam 60-a, bölürəm 96-ya. 150 eləmiş oldu. Hansı yolla yazırsan yaz, nə edirsən et, cavab E variantıdır. Yenə deyirəm, hələ ki 36-nı əgər onluq kəsrə çevirməyi bilmirsənsə, çətinliyin varsa, tənasüb üsulu hər zaman köməyinə gələcək və bu sualları rahatlıqla yaza biləcəksən. 5-ci sualımız, 5-ci sualımızda yenə deyirəm, şifahi hətta kalkulyatorla hesablaya bilərsiniz. Yol verilib bizə 111 kilometr və 1,5 saata qət edilir. Maşının sürətini tapın. Yəni bu düsturu bilirsiniz, S bərabər VT və yaxud da V bərabərdir S böl T. Yəni bu düsturları biz sizdən keçmişik. İndi sürəti tapmaq üçün nə edirsən? Gedilən yolu zamana bölürsən. Gedilən yolumuz 111 bölünsün 1,5. 111'i böldüm 1,5'e. Neynədir? 74 kilometr böl saat etmiş oldu. Müəllim, bəs bunu da tənasüblə yaza bilərəmmi? Əlbəttə yaza bilərsən. 111 kilometr yolu 1,5 saata gedirsə, bəs bu 1 saata nə qədər yol gedər? X qədər. Qutardı. Çarpaz vuracaqsan. Bu da saat, bu da saatdır da. 1,5x bərabərdir 111. X bərabərdir 111 bölünsün 1,5. Buradan da 111'i böləcəm 1,5'e. Neynəcək? 74 kilometr böl saat etmiş olacaq. Sizə indi tapşırıq olaraq belə bir sual verəcəm. Bu sualı videonun rəy bölməsindən mütləq qeyd edin. Baxın, sualımız belədir. Sürəti 40 metr böl saniyə olan nə bilim maşın, tutaq ki, maşın 3 dəqiqə 12 saniyəyə neçə metr yol
gedər. Bu sizin tapşırığınız. Videonun rəy bölməsində mütləq bunu qeyd eləyin və videomuzu bəyənin, paylaşın. Əgər dərslərimizə qoşulmaq istəyirsə 055 527 2599 WhatsApp nömrəsinə yazaraq bizim həm MIQ, həm sertifikasiya, monitorinq, ödənişli, ödənişsiz bütün qruplarımıza qoşula bilərsiniz. Sağ olun. Növbəti video dərsdə görüşərik. Hələlik.